Qatları dəndən sayılan çox dadlı ləzzətli badamura resept paylaşıram sizlərlə. Bunun üçün kilo yarım un götürmüşəm. İçərisinə 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 3 yumurtanın sarısını, 150 qram yağ, 1 çay qaşığı sirkə, 4% sirkə, 1 stəkan xama və yaxud da qatıq, maya əlavə edirəm. İsti su, süd qarışımı ilə xəmiri yoğururam. Xəmir acıyır, yenidən yoğururam. Bu məqama mütləq diqqət yetirin. 10 dəqiqə gözlədirəm, kündələrə ayırıram. Hər biri 200 qram olmaqla kündələrə ayırdım. 10 dəqiqə gözlədirəm və başlayıram açmağa. İlk kündəni aça bildiyimiz qədər açırıq. Sərcəmiz dəzgahın üzərinə yağ əlavə edib çəkirik. Onun üzərinə sərib əlimiz vasitəsilə artırıq. Aça bildiyimiz qədər açıb üzərini yağlayırıq. Bütün kündələri bu formada yağlayırıq. Sonuncu kündəni yağlamırıq. Rol formasında bükürüb, əlbəttə ki, kənarlarını kəsdim. Kənarlarını atmıram, istifadə edəcəm. Gördüyünüz formada içini açıram, içlikdən doldururam. Soba listinə düzürəm, verirəm bişməyə. 150 dərəcədə bişirəm. Budur, hazırdır.